Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü bir mövzu var. Deyilir ki, kimlərinsə sözü ilə daima olaraq bir məsəl var, necə qeyri-etik səslənsə, deyir, onun tırqasına gedən adam var. Yəni, qazlandırır, onun üstə göndərir, bunun üstə göndərir. Daima qarşında ortalıqda. Yiyəsiz bir əşya kimi, canlı da yox. Niyə sənin şəxsi bir fikrin yoxdur? Ancaq onun bunun fikri ilə, onun bunun sözü ilə buna zəng eləmək, bunu tez-tez, yəni üzrə çağırıb görüşən, hə, gəl, səni döyəcəm, səni sürüyəcəm. Bu niyə belə olub? Kimisindən bəzi düşüncəsiz tərzdə olan insanlar var. Hansı ki, onlar hər zaman hər hansı bir mövzu olsun, hər hansı bir iş olsun, şəxsi bir fikirləri olmur. Daima olaraq başqasının fikirləri ön planda, əsas meyarda və sonra öz fikirləri. Və insanlara bəzən bu tip halları ya görmürlər, ya da ki, bu tip hallar xoşuna gəlir. Açıq aşağı deyim, zəhlənmir, nifrət edirəm bu kimi hallar. Sən kuklasan, səni oynatsınlar. Oradan ora atsınlar, buradan bura atsınlar. Yoxsa uşaqsan, körpə bəbəsən, ağlın, şuurun kəsmir. Və nəticə etibarilə də insanlar heç zaman bu kimi halları gördüklərində tam olaraq dərk edəmirlər. Və bunun da elmi, yəni təhsil cəhətdən, reallıq cəhətdən, analitik sübut ondan ibarətdir ki, şuur tam olaraq inkişaf eləməyib. Və şuur tam olaraq beyni dərk eləmir. Yəni, bu doğrudurmu, yoxsa yanlışdır? Yəni, sən səhvi, düzü anlaya bilmirsən. Bir mövzuda səhvsən, bir mövzuda doğrusan. Amma bunu tam olaraq ayırt edə bilmirsənsə, başqasından davamlı olaraq soruşursansa, deməli, sən hələ şuurun tam olaraq inkişaf eləməyib. Bu qədər. Əslində, bu kimi hallarla bağlı son seanslarımızda daha çox müzakirə olunurdu bu kimi məsələlər. Bu da adətən diqqətsizlik və aşırı, yəni şiddətli dərəcədə arxayınçılıq mövzusuydu. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yazа bilərsiniz, yaxud şərh bölməsinə fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir.